təsəvvür elə ki, bu momentdə risk içəridən ərəb şeyxi girir, çıxardır stolun üstünə 1000 manat pul qoyur. Deyir ki, bu pul səndir, bax hamısı bütöv səndir. Amma sən bir də elə bir daldan döydür. O yıl 5 köpüğü soxmalısan sən hər dəfə. Deyirəm günüm xoş keçib, deyirsən mənim günüm lap zor keçib. Deyirəm dərdim var, deyirsən mənim dərdim daha böyükdür. Mən əslində bilirəm bu hardan gəlir. Biz həmişə müqayisə ediblər. Filankəsin oğlu yaxşı yerdə işləyir, filankəsin qızı yaxşı universitetdə oxuyur. Bax ailəmizdir biz incidən. O incitmək nədir? Dəlisən sən. Mənim uşaqlıqda bir dəfə məni zorlayır. Ayda, nə zor maşın. Kaş məndə də beləsi olardı. Gör nə qəşəng velosipeddir. Kaş məndə də beləsi olardı. Götünüzə qoyun. Allah məsələlər sən mənə. Gördün də ruçkanı soxdun köynə evin içinə. Əslində bunlar hamısı sənin diqqətini yayındırmaq üçün idi. Kaşılok var. Gic əlində qalmışıq da sənin. Pullarım anı. Cındır. Bəs istəyirsən pulum yoxdur, borcumu qaytar da. Qabağıma bax da la, balqabaq. Mənə deyirsən balqabaq? Ya balqabaq da varsan ha. Qollarımı qıranam ha, əlsiz danış. Ha belə, ağıllı ol. Qardaş, üz istəyirəm. Olar bir dənə də mən zarafat eləyim. Ha elə də yetim. Dən zəhmət olmasa deyə bilərsiniz 9. 9 rəqəminə qafiyə yoxdur axı, görəsən nə deyəcək? Ha 9. Sənin var ya xus.